Təsəvvür edin ki, bəşər dünyasının ən böyük simvolu ölümündən dərhal sonra oğurlanır, hansısa kimyəvi maddələrin içində gizlədilir və məlum olur ki, beyni adi insandan daha böyükdür. İnanılmazdır, elə deyilmi? Sanki bir elmi fantastika filmindən səhnədir. Amma yox, bu, dahi Albert Einstein'in beyninin tamamilə gerçək və biraz da qəribə hekayəsidir. Düzünü desək, oğurlanmış beyin onun yeganə qəribəliyi deyildi. Sizcə, niyə dünyanın ən məşhur dahisi 9 yaşına qədər danışmaqda belə əziyyət çəkirdi? Hətta danışmağa başlayanda dediyi ilk sözlərdən biri axşam yeməyində bu şorba çox istidə olub. Soruşanda ki, bəs indiyə kimi niyə danışmırdır? O, çünki indiyə kimi hər şey qaydasındaydı cavabını verib. Yəni anlayacağınız o heç də o kitablarda oxuduğumuz qüsursuz, ideal uşaq wunderkində olmayıb. Bugünkü araşdırmamıza xoş gəlmisiniz. Biz bugün Albert Einstein haqqında illərdir beynimizə həkk olunan o bir ölçülü, qüsursuz dahi mifini bir kənara qoyacağıq. Məqsədimiz o ikonik saçların arxasında gizlənən mürəkkəb, səhvlərlə dolu və son dərəcə qüsurlu insanı ortaya çıxarmaqdır. Sizi əmin edirəm ki, öyrənəcəkləriniz sizi çox təəccübləndirəcək. Gəlin görək, bugün nələrdən bəhs edəcəyik. Qısa bir yol xəritəmizə nəzər salaq. Mif və beyin, möcüzə ili, qüsurlu ailə başçısı, könülsüz döyüşçü və nəhayət atom peşmanlığı. Başlayaq. Birinci hissəmiz mif və beyin. Gəlin o möhtəşəm illüziyanı birlikdə dağıdaq. Çox vaxt elə düşünürük ki, dahilər elə dahi kimi doğulurlar. Amma Einstein'in hekayəsi fərqlidir. O, 1879-cu ildə deformasiyaya uğramış, normadan xeyli böyük bir başla doğulmuşdu. Daha sonra 1888-ci ildə, təsəvvür edin, artıq 9 yaşı var idi, amma hələ də o qədər yavaş danışırdı ki, valideynləri onun nəsə zehni problemi olduğunu düşünürdülər. Üstəlik 1895-ci ildə Sürükdəki universitetin qəbul imtahanından da kəsilmişdi. Sözümün canı odur ki, ən böyük zəkalar belə ilk addımlarında böyük uğursuzluqlarla üzləşirlər. O da bizim kimi adi bir fani idi. Amma hər şeyin dəyişdiyi o sehirli bir an var. 5 yaşında yataq xəstəsi olarkən atası ona sadə bir kompas verir. Bu, sadəcə bir oyuncaq değildi. Bu, gələcəyin dahinsinin içindəki o bitmək bilməyən maraq qığılcımını alovlandıran detal idi. Kompası hara fırlatsa da, əqrəbin həmişə eyni istiqaməti göstərməsi onu heyrətləndirmişdi. O an anladı ki, kainatda gözlə görünməyən nəhəng qüvvələr var. Bir düşünün, balaca bir kompas bütöv bir kainat axtarışının başlanğıcı oldu. Keçirik ikinci hissəyə. Möcüzə ili. Kainatın sirlərinin kilidinin açıldığı o xüsusi dövr. Sizə maraqlı bir sual verim. Einstein Nobel mükafatını nəyə görə alıb? Çox güman ki, çoxunuz nisbilik nəzəriyyəsi deyəcəksiniz. Amma yox, əslində elə deyil. 1921-ci ildə ona Nobel qazandıran kəşf 1905-ci ildəki fotoelektrik effektin izahı idi. O sübut etdi ki, işıq sadəcə bir dalğa deyil. O, həm də foton adlandırdığımız kiçik enerji paketlərindən, kvantlardan ibarətdir və bu fotonlar elektronları sərbəst buraxa bilir. Məhz bu kəşf onu fizika nəhəngi zirvəsinə daşıdı. Einstein'in 1916-cı ildə nəşr olunan o məşhur şah əsərinin Nisbilik, xüsusi və ümumi nəzəriyyə kitabının orijinal mündəricatına baxanda kənardan sadəcə mürəkkəb başlıqlar sırası kimi görünə bilər. Amma təsəvvür edin, məhz bu sətirlər zaman və məkan haqqında olan bütün anlayışlarımızı, kütlə və enerji təsəvvürlərimizi alt-üst etdi. Doğrudan da insanı heyrətə salır ki, o boyda nəhəng kainat fizikasının təməli kağız üzərindəki bu cür sətirlərdə can tapır. İndi isə gəlin üçüncü hissəyə nəzər salaq. Qüsurlu ailə başçısı. Laboratoriyada dahi olan birinin evdə necə böyük bir xaos yaratdığını görəcəyik. Söhbət şəxsi münasibətlərə gələndə Einsteinin həyatı biraz, necə deyərlər, qaranlıqlaşır. Birinci arvadı, həm də tələbə yoldaşı olan Mileva ilə münasibətləri o qədər pisləşmişdi ki, Einstein onunla eyni evdə yaşamağa davam etmək üçün qəribə bir diktator müqaviləsi hazırlamışdı. Şərtlərə fikir verin. Paltarlar həmişə tərtəmiz olmalıdır. Gündə 3 dəfə yemək onun otağına gətirilməlidir. Heç bir fiziki yaxınlıq gözlənilməməlidir və ən pisi, o tələb etdikdə Mileva dərhal susmalıdır. İnanılmazdır, deyilmi? Bu adam kosmosu başa düşürdü, amma yoldaşı ilə adi insani münasibət qura bilmirdi. Bütün bunlarla bitmir. Qüsursuz dahi mifi burada tamamilə darmadağın olur. Onların Laizerl adlı evlilikdən kənar doğulmuş bir qızları var idi, hansı ki Einstein onu heç vaxt görməmişdi və uşaq çox kiçik yaşlarında vəfat etmişdi. Bundan sonra o Mileva'dan ayrılıb doğma əmisi qızı
Elza ilə evləndi. Amma işin ən şok edici tərəfi odur ki, məktublardan onun əslində Elzanın özündən 18 yaş kiçik olan gənc qızı ilə evlənmək istədiyi ortaya çıxıb. Daha sonra isə Elzanı elə öz katibəsi ilə də aldadıb. Yəni, bəli, laboratoriyadan kənarda onun şəxsi həyatı həqiqətən də heç kimin arzu etməyəcəyi bir xaos idi. 4-cü hissəmiz. Könülsüz döyüşçü. Sülh arzuları və sərt reallığın toqquşması. Zaman və dəyişən şərtlər hətta ən sarsılmaz prinsipləri belə qıra bilir. Buna ən yaxşı sübut elə Einsteynin özüdür. Birinci Dünya müharibəsindən sonra o mütləq bir pasifist idi. Almaniya küçələrində minlərlə insanla çiyin-çiyinə bir daha müharibə olmasın deyə yürüşlər edirdi. Ancaq 1933-cü ilə Hitlerin hakimiyyətə gəlişi ilə hər şey dəyişdi. O, qarşısındakı bu aqressiv, qılınca inanan nasist fəlsəfəsini görəndə başa düşdü ki, saf sülh çağrışları artıq işə yaramayacaq. Einstein pasifizmdən imtina edib, Hitleri yalnız hərbi güclə dayandırmağın mümkün olduğunu qəbul edən pragmatik bir fiqura çevrildi. Nəhayət 5-ci hissə. Atom peşmanlığı. Bu hekayənin ən kədərli və ən böyük paradoksu. Bu məqam bəlkə də tarixin axarını tamamilə dəyişən ən kritik anlardan biridir. 1939-cu ildə sülhsevər Einstein həmkarı Leo Szilardın təkidi ilə ABŞ prezidenti Rooseveltə çox vacib bir məktub yazır. Məktubda xəbərdarlıq edirdi ki, nasistlər atom bombası üzərində çalışır və Amerika bundan geri qalmamalıdır. Məhz bu xəbərdarlıq məşhur Manhattan layihəsinin başlanmasına səbəb oldu. Düşünəndə adamın lap tükləri ürpəşir. Həyatını sülhə həsr edən adam bəşəriyyətin ən qorxunc silahının fitrini ateşləyir. Amma ironiyaya baxın ki, özü Amerika üçün təhlükəsizlik riski hesab edildiyindən bu layihənin yaxınına belə buraxılmır. Budur, hekayəmizin ən ibrətamiz nöqtəsi. 1945-ci ildə Hiroşima və Nagasaki dəhşəti yaşandıqdan sonra Einstein o tarixi məktubu həyatının ən böyük səhvi adlandırdı. O, ömrünün qalan hissəsini bu böyük peşmanlıq yükü ilə 3-cü Dünya müharibəsinin qarşısını almağa həsr etdi. Vəfatından qısa müddət əvvəl məşhur Einstein-Russell manifestini imza ataraq qlobal sülhə son çağırışını etdi. Onun gələcək nəsillərə qoyduğu mənəvi vəsiyyət isə çox sadə, amma bir o qədər də ağır idi. İnsanlığınızı xatırlayın, qalan hər şeyi unudun. Yekun olaraq onu demək istəyirəm ki, Einsteini düşünəndə qarşımızda sadəcə quru düsturlar, riyazi tənliklər durmur. Qarşımızda səhvləri ilə, daxili ziddiyyətləri ilə, bəzən xaosla dolu mənəvi kompası ilə əsl bir insan dayanır. Bəs yaxşı, biz kosmosun sirlərini aydınlaşdıran bu möhtəşəm zəkanı, onun böyük insani qüsurları və heç istəmədən bəşəriyyətə miras qoyduğu o dəhşətli atom kabusu ilə eyni tərəzdə necə ölçməliyik? Bax, bu böyük, bəlkə də heç vaxt tam cavablanmayacaq paradoksu düşünməyi sizin öz mühakimənizə buraxıram. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti araşdırmalarda görüşənə qədər özünüzə yaxşı baxın.